Hörmətli izləyicilər, iki maşının arasında parklanmadan danışmaq istəyirəm. Burada 4 şərt olmalıdır. 4 şərt ondan ibarətdir ki, siz bu iki maşının arasında girəndə rahat qapını aça biləsiniz. Bundan başqa sizin deməli sərnişininiz də rahat qapını açmalıdır. Amma bundan iş bitmir. Başqalarını da fikirləşmək lazımdır. Bax, bu soldakı maşının deməli sərnişini rahat qapını açmalıdır. Qapını aça bilməlidir. Sağdakı maşının deməli sürücüsü rahat minməlidir. Deməli 4 şərt var. Siz rahat düşməlisiniz. Deməli sərnişiniz rahat düşməlidir. Soldakı maşının sərnişini rahat düşməlidir və sağdakı maşının sürücüsü rahat minməlidir. Çünki praktikada hərdən elə olur ki, deməli gəlirsən, maşını saxlayırsan, 5 dəqiqədən sonra gələndə solundakı maşını elə saxlayır ki, sən elə bir maşına lükdən daxil olmalısan. Ona görə bu məsələyə diqqət edin. Diqqətinizə görə çox sağ olun.